Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsi 39-cu dərs sual və cavablar. Hansı məna doğrudur? Birinci, cəhədə. Yücəhidu, tucəhidunə. A. Cihad etdi, cihad edir, cihad edirlər. B. Cihad etdi, cihad edir, cihad edirsiniz. İkinci, əvəv, nəsaru, həcəru. A. Pənah verdilər, kömək etdilər, hicrət etdilər. B. Pənah verdilər, kömək etdik, hicrət etdilər. Üçüncü, fəriqun, kəffə, kəllə. A. Dəstə, hamılıqla, əsla belə deyil. B. Ayrılıq, hamılıqla dedi. 4. Qatilu, irham, iftara. A. Öldürdülər. Rəhm etdi, yalan. B. Döyüşün, rəhm et, iftira attı. 5. Harac, əymanu, səvəun. A. Çətinlik, iman ayrı. B. Ağırlıq, andlar, bərabər. Düzgün variantı seçin. 1. Allahın evi, hilə, yalan. A. Hiccül beytu, kaydun, kəzibun. B. Hiccül beyti, kəllə, kaydun. 2. Allah evinin ziyarəti, çətinlik, əsla belə deyil. A. Hiccül beyti, harac, kəllə. B variantı hiccül beyti, kəllə, harac. 3. Biləcəksiniz, həqiqətən sahib deyiləm. A. Tə'ləmunə həqqan, lə əmliku. B. Səvfə tə'ləmunə həqqan, lə əmliku. 4. Ehtiyacsız, hamılıqla olur. A. Xayrun, kəllə, yakunu. B. Ghaniyun, kəffətun, yakunu. 5. Döyüşün, hicrət etdilər, cihad edirsiniz. A variantı qatilu, həcəru, tucəhidunə. B variantı cəhədə, həcəru, yücəhidu. Doğru variantı seçin, düzgün tərcüməni müəyyənləşdirin. 1. Və cəhidu filləhi həqqa cihadih. A. Və cihad edin Allah yolunda, cihadının haqqını əda edərək. B variantı cihad etdilər Allah üçün, düzgün cihad. 2. Bismillahirrahmanirrahim. Zəlikum xayrul ləkum in kuntum ta'lamun. A. O sizin üçün yaxşıdır ki, biləsiniz. B. O daha yaxşıdır sizin üçün, əgər bilsəniz. 3. وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا. A. Və o kəslər ki, pənah verdilər və kömək etdilər, onlar özləri mömindilər həqiqətən. B variantı demək və o kəslər ki, pənah versələr və kömək etsələr, həqiqətən möminlərdirlər. Möminlərdir. 4. Bismillahirrahmanirrahim. Və qatilul müşrikinə kəffətən kəmə yuqatilunakum kəffə. A variantı və döyüşdülər müşriklər hamılıqla, necə ki siz döyüşdünüz hamılıqla. B və döyüşün müşriklərlə hamılıqla, necə ki döyüşürlər sizinlə hamılıqla. 5. Bismillahirrahmanirrahim. Və lillahi alən-nasi hiccul beyt. A. Və Allah insanlara vacib etdi öz evinin həccini, ziyarətini. B. Və Allah üçündür insanların öhdəsində evin, Kəbənin ziyarəti. Yəni burada hər iki variant doğrudur, amma yenə də yəni hər hansını da seçsəz yenə doğrudur, amma cavab olaraq birini seçəcəyik sonunda. Görün daha sözbəsöz tərcümə nəyə uyğun gəlirsə onu da seçərsiniz. Keçid alırıq B. Düzgün cavabı seçin olana. 1. Və təyin etmədi sizin üçün dində çətinlik. A variantı. Və yəkunəd-dinu kulluhu lillah. B variantı. Və mə cəalə aleykum fid-dini min harac. Və mə cəalə aleykum fid-dini min harac.
İkinci və şübhəsiz Allah onlara kömək etməyə qadirdir. A variantı. Və innallaha ala nasrihim laqadirun. B variantı. İnnallaha laqaniyyun anil alamin. Mən buna diqqət elədim ki, buradakı cümlə ki var, səhv eləmirəmsə ayələrdə keçməyib indiyə qədər. İndi yenə də siz baxarsınız, amma yenə də söz baxanda artıq biz bu sözləri bilirik deyə bunu tərcümə edə bilərsiniz düşünürəm. Üçüncü, beləliklə döyüşün şeytanın dostları ilə. A variantı. Fəqatilu üzr istəyirəm. Bismillahirrahmanirrahim. Fəqatilu əimmətəl kufr. B variantı. Fəqatilu əvliyəəş-şeytan. Dördüncü, həqiqətən yoxdur heç bir əhd peyman onlar üçün. A variantı. Ulaikə ba'duhum əvliyəu ba'd. B variantı. İnnəhum la əymənə ləhum. Və cavabları hansı məna doğrudur? Yəni qeyd olunub. 1B, 2A, 3A, 4B, 5B variantı. Düzgün variantı seçin testində 1A, 2A, 3B, 4B, 5A variantıdır. Sonra düzgün tərcüməni müəyyənləşdirin testində 1A, 2B, 3A, 4B, 5B variantıdır. Və düzgün cavabı seçin testində isə 1B, 2A, 3B, 4B variantıdır ki, özünüzü yoxlayın, görün hansı doğrudur. Bu arada bu testləri diqqət elədinizsə, bütün ayələri belə deyək, praktik çalışmadan sonra testləri paylaşdıq. Çünki diqqət etdik ki, testlərdə praktiki çalışmalardan da testlər çıxmışdı. Yəni siz onu əvvəlcədən keçməmiş cavab verə bilməzdiniz. Ona görə testin sonra da yerləşdirdik. Gördüyünüz kimi ibarələrimiz var. Yəni ifadələr yaxud ibadələr indi nə adlandırıblarsa 12 dənədir. Və şəkildə bəlkə yaxşı görünməz, üzürlü bilin. Çünki PDF-dən deyil, kitabın üzündəndir. Birincidən 6-ya qədər. Birinci. Və mə cəalə əleykum fid-dini min hərəc. Dində sizin üçün heç bir çətinlik yaxud ağırlıq təyin etmədi. 2. Və mən cəhədə fə innəmə yücəhidu linəfsih. Kim cihad edərsə ancaq özü üçün cihad etmiş olar. Üçüncü. İnnəllaha ləğaniyyun anil aləmin. Həqiqətən Allah aləmlərdən ehtiyacsızdır. Dördüncü. Tu'minunə billahi və rasulihi və tücahidunə fi səbilillah. Allaha və onun rəsuluna iman gətirməyiniz və Allah yolunda cihad etməyiniz. Beşinci. İnnellezîne âmenû və hâcerû və cəhədû bi əmvâlihim. Həqiqətən iman gətirən kəslər hicrət etdilər və cihad etdilər öz malları ilə. 6-cı. Vəllezîne âvəv və nasarû ulâikə humul mu'minun. O kəslər ki sığınacaq verdilər və kömək etdilər, onlar əsl möminlərdir. 7-ci ayə, daha doğrusu ifadə. Fəqatilu əimmətəl kufr. Küfür başçıları ilə vuruşun, döyüşün. 8. İnnə kəydəş-şeytani kənə daifə. Həqiqətən şeytanın hiləsi zəifdir. 9. Və qatilul müşrikinə kəffə. Hamılıqla müşriklərlə vuruşun, yaxud döyüşün. 10. Və qatiluhum həttə lə təkunə fitnə. Onlar da döyüşün ta ki fitnə qalmasın. 11. Və yəkunəd-dinu kulluhu lillah. Bütün din Allaha məxsus olsun. Yəni burada davamı əslində bir ayəni kimi tərcümə etsək, yəni orada çünki hətta sözü buna da aiddir əslində, ta ki bütün din Allaha məxsus olsun. Amma burada ta ki, yəni həttəni bura əgər daxil etməsək, söz tərcümə etsək, bütün din Allaha məxsus olsun kimi tərcümə edirik. 12. Sonuncu. Və mən kəfərə fə innəllaha ganiyyun anil aləmin. Və kim inkar etsə, elə isə həqiqətən Allah aləmlərdən ehtiyacsızdır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.